orta məktəbdə kritik düşünmə və analitik düşünmə tədris edilmir. Bu daha çox hansı uşaqlarda var? Sözümü kimi qəbul eləməyin. Quran ayəsi kimi qəbul etməyin. Bu mənim şəxsi müşahidələrimə əsasən belədir. Mənim şəxsi müşahidələrim deyir ki, siz Rusiya Federasiyasını sevməyə bilərsiniz, Rusiya hakimiyyətini sevməyə bilərsiniz. Amma mənim müşahidələrim deyir ki, analitik və kritik düşünmə qabiliyyəti türk liseylərində və rus bölməsinin uşaqlarında daha güclü inkişaf edib. Bilmirəm, orada hansı sehirli çubuq var idi. Öz məktəbimizdə olan rus bölməsinin uşaqlarının misalında deyə bilərəm ki, ola bilsin ki, onların müəllimləri uşaqlarına sinifdə düşünmə və fikirlərini ifadə etmə azadlığını daha çox verib. Yenə də özüm misal gətirirəm. Mənim oğlum lisey bitirib, öncə türk liseyini bitirib, daha sonra Azərbaycan, amma türk liseyinin yaxşı xüsusiyyətlərini özünü birləşdirən liseydir. Orada da müəllimlərinin uşaqlara verdiyi fikir mübadiləsi etmə azadlığını müşahidə etmişəm. Bu mənim müşahidələrimdir. Əli türk liseyini bitirib, yenə də öz müşahidəmə əsasən deyə bilərəm. Bizə gəlmiş qonaqlar arasında türk liseyini bitirən və ya rus bölməsini bitirən uşaqlar var. İşin kökü ordadır. Biz demokratik cəmiyyət istəyərək arzulayırıq ki, biz demokratik bir cəmiyyətdə yaşamalıyıq və s. Ailəmizdə demokrat deyilik. Halbuki qapının içindən başlayır bu. Yəni sən ailəndə qızıva, həyat yoldaşıva, oğluva, övladlarına qarşı demokratik deyilsənsə və bu demokratiya ilə xaosu hələ də ayıra bilmirsənsə, anarxistlər kimdir, demokratlar kimdir, liberallar kimdir, sağçılar kimdir, mərkəzçilər kimdir, solçular kimdir, bunu bilmirsənsə, sənin belə bəlağətli və boğazdan yuxarı danışma ixtiyarın yoxdur. İşin kökü məhz ailədə demokratik ola bilmədiyimizin və bunu təhsildə tətbiq etməyimizdir.